Bir gün biz dünyamızı dəyişərik, amma o xeyrül əməl gördüyümüz işlər nə qədər bizdən sonra qalacaqsa, qalıcılığı davam edəcəksə, bizim əməl dəftərimizə, namə əmalımıza o savab yazılar. Məsələn, biri quyu qazdırıb 20 ildir dünyasını dəyişib. Amma hələ o quyunun suyundan istifadə edirlər. İçəndə sərin su, məsələn, Allah bu quyunu qazdırana rəhmət eləsin. Əgər özü sağdırsa, ata-anasına rəhmət eləsin. Bir sözlə, salih əməl ömrün bəzəyidir. Yəni, yaxşı gördüyün işlər sənin ömrüyə rəng qatar, bəzək qatar. Necə saçıva, saqqalıva, geyimiyə düzən verəndə, nizam verəndə yaraşıqlı görünürsən, ömrün də bəzəkli, yaraşıqlı olması üçün salih əməl mühüm göstəricidir.